Əziz bacı və qardaşlarım, Allaha çox şükür olsun ki, bu bayramın, bu ilahi günün mənəvi fəzasından bəhrələnirik. İnsan var olan gündən qurbanlıq məfhumu mövcud olub. İnsan yaranan gündən artıq yer üzünə gəldiyi ilk gündən Quran-ı Kərimdə danışılır. Həzrəti Adəmin iki övladının qurban gətirməsi, Habil və Qabilin. Və yer üzündə ilk qəbul olunan qurban məhz Allah rizası üçün edilən qurban olur. İnsan müvəqqəti bir aləmdən qopub əbədiyyətə qovuşmalı. İlahi bir kamilliyə doğru hərəkət etməlidir. Və qurban bu ayrılmanı, qopmanı simvolizə edir. Qurbanın əsas mahiyyəti insanın aşağı dərəcəli istəklərindən ali dərəcəli istəklərə doğru hərəkət etməsidir. Qurban ayrılmaq, qopmaq mənasını ifadə edir, yaxınlıq mənasını ifadə edir. İnsan kamilliyə yaxınlaşmaq üçün ötəri hisslərdən, ehtiraslardan azad olmalıdır. Qurbanlığın əsas fəlsəfəsi mərhəmətdir, birgə yaşayışdır, insanlara dəstək olmaqdır, yoxsulların yad edilməsidir. Allah yolunda ehsan edildikdə insan özü də kamilləşir. Çünki cəmiyyətin sevgiyə ehtiyacı var. Cəmiyyət sevgi ilə idarə olunur. İctimai münasibətlərin əsas qaynağı məhəbbətdir, eşqdir. Qurban həm də həcc ayinidir və həcc məlum olduğu kimi birlik ayinidir, vəhdət ayinidir. Müxtəlif millətlərdən olan, müxtəlif ictimai mövqeyə sahib olan insanlar Kəbə ətrafına təvaf edir, Allah evinin başına dolanır və öz birliklərini nümayiş etdirirlər. Allaha şükürlər olsun ki, bizim xalqımız tarixən bu ilahi dəyərlərə sahib olub. Son hadisələr erməni təcavüzü nəticəsində fədakarcasına şəhid olan vətən övladlarının anım mərasimləri bunu bir daha sübut elədi. Azərbaycanın yüksək çinli zabitləri əskərləri ilə bir yerdə, səngərdə, vətən torpaqları uğrunda son damla qanlarına qədər vuruşub, döyüşüb, şəhidlik zirvəsinə ucaldılar. Bir daha hər birinizin, Azərbaycan xalqının bayramını təbrik edirəm. Allah kəsilən qurbanları, qılınan namazları bizdən qəbul eləsin. Allah dünya və axirətimizi abad etsin. Allah